Bu dərsimizdə CSS-də background clip xüsusiyyətindən istifadə edəcəyik. Background clip xüsusiyyətini etiket içərisində border verməklə daha aydın göstərmək olar. Gəlirəm burada container divimə border olaraq 20 piksel dashed red verirəm. Daha sonra text align center verirəm. Mərkəzdə olsun və font size olaraq XX large verirəm. Font weight olaraq qalınlığını da bu şəkildə 900 verirəm və background color olaraq buna da green verək. Baxın, background color green verdiyim zaman borderdən başlayaraq contentə qədər bütün sahəni əhatə etmiş oldu. Mən gəlib burada background clip xüsusiyyətindən istifadə etsəm, border box verdiyim zaman default olaraq bu şəkildə gələcəkdir. Gəlib burada padding verdiyim zaman, baxın burada borderları əhatə etmədi, paddingə qədər olan sahəni əhatə etmiş oldu. Və gəlib burada content box yazdığım zaman isə yenə bu şəkildə oldu. Gəlib burada padding 30 piksel versəm, baxın, burada da contentə qədər olan sahəni əhatə etmiş oldu. Yəni mən gəlib burada əgər yenə də padding yazsam, yəni bu şəkildə görünəcəkdir. Content yazdığım zaman isə bu sözə qədər olan məsafəni əhatə etmiş olacaqdır. Və son olaraq background color LNTB yazısının arxasında olmağını istəyiriksə, gəlib burada background clip olaraq text keywordündən istifadə edirəm. Bu şəkildə yazdığım zaman hal-hazırda background color yazının arxasındadır. Bunun color olaraq transparent verdiyim zaman, baxın, bu şəkildə yazımız yaşıl rəngdə olmuş olacaqdır. Yəni background color'ın rəngini almış olacaqdır. Və buradakı transparent'ın da mənası arxa plan rəngi hansı rəngdədirsə, yazı da o rəngdə olacaqdır. Misal üçün, mən gəlib burada buna hər hansısa bir background color verirəm. Baxın, arxa plan rəngi ağ rəngdə görünmüş olacaqdır. Green verdiyim zaman isə bu şəkildə rəng almış olacaqdır. Buna ən çox, misal üçün, bu background clip text özəlliyi bəzi brauzerlərdə dəstəkləyir, bəzilərində yox. Əvvəllər bu background clip text özəlliyi misal Chrome'da dəstəkləyirdisə, Firefox'da dəstəkləmirdi. Ancaq Chrome'da da, Firefox'da da yoxladım. İndi Firefox'da alsaq, gəlib buradakı linkimizi kopyalayıb buraya əlavə edirəm. Və burada da yenə görmüş olduğunuz kimi yazı rəngim yaşıl rəngdə görünmüş olur. Yəni bunu background clip text xüsusiyyəti Chrome'da da dəstəklədi, Firefox'da da dəstəklədi. Ancaq elə ola bilər ki, bəzi brauzerlərdə dəstəkləməsin. Dəstəkləmədiyi zaman gəlib burada WebKit background clip xüsusiyyətindən istifadə edirəm. Və yenə burada gəlib text yazsam, bu şəkildə də görünmüş olacaqdır. Yəni burada hər ikisini də yazmaq lazımdır ki, ola bilər hər hansısa bir browser dəstəkləməsin bunu və getsin bu kodumuza baxsın, bu kodumuzu görüb browserlərdə dəstəklənmiş olsun. Bu dərsimizdən də bu qədər. Gələn dərsimizdə görüşənə qədər hələlik.